2018-ci il iyulun 15-i saat 22 radələrində yüksək sürətlə hərəkət edən Hyundai markalı avtomobil yolun kənarında dayanmış Mercedes markalı avtomaşına çırpılıb. Sükan arxasından düşən sürücü hadisə yerindən qaçıb. Yol patrul xidməti alayının əməkdaşları maşının yük hissəsində qana bulaşmış halda qadın meyidi və hələ də nəfəs alan kişini aşkar ediblər. Hadisə yerinə Xəzər rayon polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyul 2018-ci il tarixli protokoldan məlum olub ki, Xəzər rayonu Ruhullah Axundov küçəsi 105 ünvanının qarşısında Hyundai Santa Fe markalı avtomobilin yük yerində əynində paltarlar olmayan qadın meyidi aşkar olunub. Digər protokola əsasən Arzu Şuşalı və Dilarə Əhmədovanın Şüvəlan qəsəbəsi Bağlar Masivi 525 nömrəli bağ evinin birinci mərtəbəsində giriş hissədə və hamam otağında qan ləkələrinin olması müəyyən edilib. Həmin gecə cinayəti törədən Bakı şəhər sakini İlqar Xancanov saxlanılıb. Xəzər rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə tibbi ekspertizasının rəyinə görə Dilarə Əhmədovanın ölümünə bilavasitə sol yuxu arteriyasının kəsilməsi nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. Daxili İşlər Nazirliyindən alınmış tələbnaməyə əsasən İlqar Xancanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 aprel 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.2-ci və 2.5-ci quldurluq, təkrar və silah qismində istifadə olunan əşyalar tətbiq edilməklə törədildikdə maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2012-ci il dekabrın 25-də cəzasının sonu ilə əlaqədar azad edilib. Ağır xəsarətlər alan Arzu Şuşalı həmin il oktyabrın 21-də Respublika Neyrocərrahiyyə xəstəxanasında vəfat edib. Ayın 24-də keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilib ki, onun ölümünə komatoz vəziyyətdə beyin toxumasına geniş qan sızma səbəb olub. İstintaqla müəyyən edilib ki, İlqar Xancanov quldurluq əməlinə görə 10 il müddətinə azadlıqdan məhrum olunmasına baxmayaraq islah olunmayıb. Əvvəllər Şüvəlan qəsəbəsində gözətçi kimi işlədiyi bağ evində yaşayan 1946-cı il təvəllüdlü Arzu Şuşalı və 1947-ci il təvəllüdlü Dilarə Əhmədovanın yaşlı olduqları üçün köməksiz vəziyyətlərindən və ona müqavimət göstərmək imkanına malik olmamalarından istifadə edib sonuncuları öldürmək qərarına gəlib. İstintaqa məlum olmayan tarixdə və mənbədən əldə edib üzərində gəzdirdiyi ov bıçağı ilə silahlanıb, iyulun 15-i saat 21 radələrində Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan orada yaşayanların iradəsinə zidd hasardan aşaraq evin qanunsuz həyətyanı sahəsinə daxil olub. Həyətdən bel sapı götürərək evə yaxınlaşıb və Arzu Şuşalının ikinci mərtəbədən birinci mərtəbəyə düşməsini görüb, küt alətlə əvvəl baş nahiyəsinə bir neçə dəfə zərbə indirib onu huşsuz hala salıb. Ev sahibinin qışqırıq səsinə hamam otağından Dilarə Əhmədovanın çıxdığını və ərinə kömək etmək istədiyini görüb, yalvarışlarına məhəl qoymayaraq üstünə hücum edib. Qəddarlıqla, yumruq zərbələri ilə qadına dərəcələri təyin edilməyən xəsarətlər yetirib. Hamam otağında döşəməyi yıxıb üzərinə çıxdıqdan sonra isə bıçaqla boğazının sol çənə altı nahiyəsinə 2 zərbə indirib. Bununla da Əhmədovanı qəsdən həyatdan məhrum edib. Daha sonra Arzu Şuşalının özünə gələrək yerdən durmaq istəməsini görüb, bel sapı ilə onun baş və bədən nahiyələrinə ardıcıl zərbələr indirib. Törətdiyi cinayəti gizlətmək üçün qadının cəsədini və hələ də nəfəs alan kişini həyətdə dayanmış Hyundai markalı avtomobilin yük bölməsinə yerləşdirib. Evə qayıdaraq qan ləkələrini yuyub silib. Yaşayış sahəsində axtarış apararaq Dilarə Əhmədovaya məxsus 200 manat, Arzu Şuşalıya məxsus 250 manat dəyərində mobil telefonları, 526 manat və 10 dollar pulu götürüb. Avtomaşını talama məqsədi olmadan ələ keçirib, işıqları yandırmadan Şüvəlan buzovna yolu ilə hərəkət edib. Yol hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidməti inspektorlarının
saxla tələbinə məhəl qoymayaraq avtomobili sürüb Buzovna qəsəbəsi ərazisinə daxil olub. Ruhullah Axundov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobili əvvəl səki qoruyucusuna, ardınca küçədə yolun kənarında dayanmış Elbey Əlizadəyə məxsus Mercedes markalı maşına, daha sonra divara vurub. Avtomobili nasaz vəziyyətə saldığından hərəkəti davam edə bilməyəcəyini görüb və salondan düşüb hadisə yerindən qaçıb. Maşının şoförü yoxdur, qalır bulağı eşitsən məni. Saxla komandası verməyib, gəlib Maxır bulağında bir dənə Mercedesi vurub, təkəri zadı patlaq vəziyyətdə. Gəlib kəndinin içində saxlayıb, qaçıb çıxıb gedib. Bir nəfərdir. Bir nəfər işi gördüm. Mercedesin yarısında İki nəfər. İş üzrə dindirilmiş İlqar Xancanov bildirib ki, 2015-ci ilin may ayınadək ailəsi ilə birlikdə Şüvəlan qəsəbəsində adını xatırlamadığı bir qadına məxsus bağ evində müvəqqəti yaşayarkən qonşuluqda olan Arzu Şuşalı ilə tanış olub. Arzunun bağ sahəsində alaq otları təmizləyəndə həmin şəxs həyətində gözətçi üçün nəzərdə tutulmuş bir otaq olmasını deyib və ona orada qalmasını təklif edib. İlqar razılaşıb və ailəsi ilə ora köçüb. Bağ evində Arzu Şuşalı arvadı Dilarə ilə, onların oğlu isə ailəsi ilə Bakıda yaşayıb. Orada qalmağına görə Arzu ondan pul almayıb. Öz növbəsində ona da gözətçiliyə və bağbanlığa görə əmək haqqı verməyib. 2018-ci ilin aprel ayında onunla yoldaşı arasında söz-söhbət olub. Arvadı onun evə az pul gətirməyindən gileylənib və maddi cəhətdən təmin etmədiyinə görə mübahisə edib atası evinə gedib. Bunu bilən ev sahibi ona ailəsiz gözətçi lazım olmadığını deyib və İlqarı da evdən çıxartıb. Xancanov müvəqqəti olaraq Şüvəlan ərazisində sahibini tanımadığı bağda qalıb. Günlərin birində o Arzu Şuşalı ilə yolda rastlaşanda sonuncu güya evindən onun pul götürdüyünü deyib. İlqar heç vaxt oğurluq etmədiyini bildirsə də, ev sahibi ona inanmayıb və ünvanına söyüş söyüb. İyulun 15-i səhər saatlarında növbəti dəfə evin yaxınlığında Arzu onu təhqir edib və evindən 1500 manat pul oğurlamasını deyib. O artıq Şuşalının onu etmədiyi hərəkətə görə şərləməsindən bezib və axşam evinə gedib onunla söhbət etməyi qərarlaşdırıb. Saat 21 radələrində ora yollanıb. Qapının bağlı olmasını görüb hasardan həyətə keçib. Harda baş verir hadisə? Harda deyil? Göstərin. Siz hasardan hardan keçdiniz? O tərəfdən. Göstərin hardan keçmişsiniz? Həyətin dalından. Bəli. Tində hasar var, darvaza. O tindən qalxdım, oradan düşdüm aşağı. Göstər əlindən. Bir neçə dəqiqədən sonra Arzu birinci mərtəbəyə düşüb. İlqar Arzuya yaxınlaşanda sonuncu onu görüb qışqıra-qışqıra niyə gəldiyini və həyətə necə girdiyini soruşub. Tutaşmış vəziyyətdə bir-birlərini dartaraq evə daxil olublar. İçəri girməzdən əvvəl o həyətdə olan bel sapını götürüb. Sonra hara getdiniz? Hardasız olaraq göstərin, təqdim edin. Harda gözlədiniz, harda göstərdiniz? Orada yolkanın dibində gördüm. Zafatka sapını hardan götürmüşsünüz? Buradan. Oradan götürmüşdünüz? Əlinizdə idi onlar. Bura yaxınlaşdı söhbət eləməyə. Bura gəldi, düşdü, mən oradan gəldim. Aha. Gəldim, bura girdi qapının ağzına, yaxınlaşdım. Baxdı mənə, başladı qışqırmağa ki, hardan gəlmişsən, nədir? İçəri girdim. Burada kişi ilə şey elədim, söhbət eləmək istəyirdim ki, nə məsələdir də, mənə şər atırsınız. Əlimlə göstər. Mənə şər atırsınız, mən pul oğramışamsa burada qalırdım. Kişi ilə burada danışırdın. Arzu Şuşalı ilə burada danışırdın. Bəli. Dilarə Əhmədov oradaydı. Hamamdayım. Sonradan çıxdı da o. Səsküyə çıxdı. Kişinin səsinə arvadı hamamdan çıxaraq qışqırmağa başlayıb. Xancanov küt alətlə Şuşalının başına ilk zərbəni endirib. Zərbədən ev sahibi yerə yıxılıb. Sonra hamamın qarşısında qadının çənə nahiyəsinə bir yumruq vurub. Uzanmış vəziyyətdə olan Dilarənin üstünə oturub səsinin ətrafa gəlməməsi üçün ağzını tutub və 20 yanvar metro stansiyasının keçidində 3 il əvvəl aldığı bıçağı cibindən çıxarıb açaraq qadının boğazını kəsib. Arzunun yerdən qalxmaq istədiyini görüb bel sapı ilə baş nahiyəsinə 7-8 dəfə zərbə indirib. Evdə olan yapışqanlı lenti götürüb Arzunun əllərini sarıyıb. Arvadı hərəkətsiz olduğuna görə ölməsinə əmin olub. Səsküylə gəldik buradan. Gördüm arvad üstümə gəlir.
İstəmirdim belə olsun, danışığa gəlmişdim. Və gördüm ki, əl atırlar mənə, kişini vurdum. Harda Başından vurdun? vurdum, burada. İlk zərbəni burada vurmuşsan. Ha, yıxıldı. Sonra hara yıxıldı? Bura yıxıldı. Göstər. Aha, sonra Sonra arvad da ki, arvadı itələdim buradan ki, əl çəksin, çıxım dedim də, yəni danışıq istəyirdim, deyim ki, danışığa gəlmişəm, başqa söhbət olmayacaq. Sadəcə bilmək istəyirəm, bu nə məsələdir. Arvadı itələdim, arvad getdi dala, təzdən gəldi üstünə. Gördüm kişi ayılır, arvadı vurdum çənəsindən, əlimdən yıxıldı yer. Başladı qışqırmağa. Əlimi qoydum ağzına ki, qışqırmasın yerdə. hamamda, Və burada burada qoydum əlimi üstünə, ağzına ki, qışqırmasın. Dağıdırdı da, özünün yerdə çabalayırdı ki, əlini çəksin, əlini çəkim ağzına. Yavaş-yavaş balaca girdi hamamın için. Orada necə hadisə oldu, əlimdə bıçaq boğazı kesildi. sağardan çıxartdın. Cibimdə. Niyə çıxartmışdın bıçağı? Bıçağı çıxartdım ki, qorxuzum ki, qışqırmaz. Bəs niyə tətbiq elədin bıçağı? Necə oldusa boğazı kesildi. Necə ola bilər ki, boğazı təsadüfən kəsilir? İndi kesildi, o ses-küyə qara qışqırdı, heç bilmədim necə oldu, kesildi Neçə boğazı. dəfə kəsildi? Bilmədim, heç ancaq kesilmişdi. Haradır ora, ona göstərin. O bıçağı tətbiq elədiyiniz yeri təqdim edin. Buyurun. Kəsəndən sonra qaldı orada. Bəli, qaldı, sonra gördüm kişi ayılır. Hə. Gördüm vəziyyəti. Bəs siz bu vurduğunuz lapatka sapın hara qoymuşdunuz? Vurandan sonra birinci zərbəni. Yerdə qoymuşdunuz. Yerdə Harada qoymuşdum. Sonra kişini ki gəldim, gördüm kişi durur. Daha sonra gördüm cinayət eləmişəm. Hə. Gördüm kişi qalxır, kişiyə bir iki vurdum. Harda? Hələ burada yerdə. Burada. Burada. Aha. Burada uzanmışdı. Vurdum kişini 5-6 dənə də vurdum ki başından ki. Göstər. Şey olmasın dedim. Kişini sürüb həyətdə saxladığı Hyundai markalı avtomobilin bagaj bölməsinə yerləşdirib. Sonra ölən qadını da gətirib ora qoyub. Hamam otağındakı dəsmaldan istifadə etməklə qan ləkələrini təmizləməyə başlayıb. Maşın harda dayanmışdı? Maşın burada deyil. Burada. Arkası bəriyə idi, yoxsa Arxasını çördüm ben. bunlar burada qaldığı moment vaxtda getdin çevirdin. Maşını oradan çördüm, arkasını verdim ki bir sürüyün qoymuş. Siz yaxın həyətə girəndə maşın buradaydı. Maşın buradaydı. Maşın həmişə burada qaldı. Çevirdiniz arxasını ki rahat qoyasınız maşını. Birinci kimi qoydunuz? Müəllimi qoydum. Necə apardınız onu? Koltuğuna girdim, sürdüm. Zaveydi də, sesi gəlir. Hə. Apardım, qoydum maşına, sonra yoldaşım gördüm. Bu lapatka sapı niyə qırıq idi? Başına vuranda qırılmışdı. Hansı zərbədən? Neçənci zərbədən? Zərbədən qırılmışdı. Birinci zərbədən qırılmış. Qadını Dilarə Əhmədovanı taxta ilə vurmusunuz? Yox. Ancaq yumruq və bıçaqla vurmuş. Bir dənə yumruq vurdum, yıxıldı, qışqırmağa başladı. Ağzına tutdum ki, qışqırmasın. Çıxım gedərim. Gördüm daha cənahat adamşım. Sonra bunların ikisini də yerləşdirdiniz maşına. Maşını. Sonra maşını sürdüm. Yox, sonra bu ifadənizdə göstərirsə evi təmizləmişsiniz. Evdən burada bir iki dənə xalçanın üstünə qan düşmüşdü. Aha. O xalçanı yığışdırdım, apardım, oturdum, oturdum. Hansı otağa? Axırıncı otaq. Aha. Otaqdan axırıncı. Sonra Sonra bir iki dənə qan ləkə vardı yerdə, oranı silmişəm, qan yox idi. hamamda təmizlik işləri aparmısınız? Hamam təmiz idi. Siz qadını orada vurmuşsunuz? Orada bir iki dənə ləkə vardı, qan idi, onu silmişəm. Masalka ilə. O maşında... Sonra o təmizlikdə istifadə edədiyiniz dəsmal və masalka alətlərini sonra maşına qoydunuz, taxtanı da. Hamısı maşında. Onu niyə maşına qoydunuz? Maşına qoydum ki, qan qalmasın da, yerdə, əski qalmasın. Xalçanı hara apardınız? Niyə apardınız xalçanı içəri? Xalça qana batmışdı. Bəli, burada qan idi, ləkə idi qan. İçəri niyə apardınız onu? Dedim, qan görsənməsin burada. Hansı otağa apardınız? Göstərin. Bu xalçanın üzərinə tökülən qan kimi qan idi? Arzum. Burada ləkə var idi, deyə olur. Birinci mərtəbədə otaqdakı divarda olan rəfdən Dilarənin ağ rəngli mobil telefonunu götürüb, sonra ikinci mərtəbəyə qalxıb, böyük otaqdakı stolun üstündən kişinin qızılı rəngli mobil telefonunu
526 manat və 10 dollar pulu, həmçinin həyət qapısının açarını alıb cibinə qoyub. Sonra nə götürdünüz evdən? Sonra telefonu götürdüm. Hardan? Buradan. Yoldaşın telefonunu. Dilara Əhmədovanın telefonu. Hə? Ki, zəng gələnə bilinə bir evdə adam olmuş, şübhələnmək zədə var. Onu görə götürdüm. Sonra qalxdım yuxarı kişinin telefonu. Hardan götürmüsünüz? Göstərin, hardan qalxırsınız? Hardan? Nə bilirdiniz ki, telefon ikinci mərtəbədə ölür? Kişi orada qalır daimi, ona görə. İkinci mərtəbədə yaşayır. Bəli. Hardan götürdün? Oradan telefon. Sonra? Sonra stolun üstündə pul da var, onu da götürdüm. Bunu niyə götürdünüz? Gedməyə yol pulum olsun, cibimdə pul yoxdur ki, buradan aralaşırım. Başqa yerdə nəsə axtardınız? Yox. Axtarışınız digər o tərəflərə keçmədi? Yox, heç yana keçmədi. Onu telefon niyyətilə qalxdım, onu götürməyə, pulu da gördüm, onu da götürdüm. Düşdüm aşağı, maşını yerləşdirdim onlara. Evdə qızıl pul saxlanmasın və ya da harada saxlanmasın bilirdiniz? Yox. Yox idi, elə bir şey mən axtarmamışam da. Çünki yoldaşı deyirdi ki, bizdə elə bir şey olmur. O vaxtı da danışırdım, mən burada qalamıyorum. Maşın burada dayanmışdı, onlar da içindəydi də. Bəli ki, maşına salmışdım onları. Girdim içəri, bir də baxdım ki, yerdə ləkə zad qalmasın. Yəni axtardım, işığı söndürdüm, buranın işığını. Bəli. Televizor yanır. Televizor yanına qoydunuz. Bəli. Bir də yuxarının işığı yanırdı, qaldı o işıq. Və skoçu hardan götürdünüz? İfadənizdə göstərirsiniz ki, Arzu Şuşalının qollarını skoçdanız. Skoçu yapışqan lentlə bağlanız. Harada? Bilmiyorum. Hardan? Göstərin. Bu siyitmədən. Əlinizlə göstərin. Budur. Əlinizlə göstərin. Özce buradan çək. Buradan götürdünüz, əllərin skoçdadır. Bəli, Nə məqsədlə skoçdunuz? Gördüm zarıyır, sesi gəlir, dedim birdən aylar üstümə gələr. Barmaq hissəsindən bağladım, o da tərpənə açıldı, əlində yapışıq halında qaldı. Bəs Dilarə Əhmədovanın kürək nahiyəsində də skoçdan bir bir hissəsi yapışmışdı, hissəciyi. O bilmirəm, o yan maşında zətdə o əlindən qopub, neysə mən iki yerə bölürdüm, qusub yapışdırmaq istəyirdim. Yəni ola bilər belimdə yapışırdım. Avtomobilin açarının üstündə olmasını görüb mühərriki işə salıb. Küçəyə çıxandan sonra qapını açarla bağlayıb. Bagajda olan böyük salafanı, həmçinin evdən götürdüyü dəsmalı Dilarənin meyidinin üstünə atıb. Hər ikisinin də öldüyünü düşünərək qərara gəlib ki, meyidləri dəniz kənarına aparsın. Evdən bir qədər aralanan kimi yol patrul xidmətinin əməkdaşları görüb ondan dayanmasını xahiş ediblər. O polisin tələbinə tabe olmayıb və qaçmağa çalışıb. Avtopatrol İlqarı təqib edib. O, Şüvalan buzovna yoluna çıxıb. Arzunun mobil telefonuna zəng gəldiyi üçün aparatı pəncərədən tullayıb. Buzovna qəsəbəsində avtomobili sürətlə idarə etdiyindən döngədə tünd rəngli, markasını görə bilmədiyi avtomaşına çırpılıb. Maşının təkəri cırıldığından boş təkərlə hərəkət etməkdə davam edib və nəhayət dar küçələrdən birində nəqliyyat vasitəsini divara vurub saxlayıb və düşüb qaçıb. Yol patrol inspektoru onu təqib edib, amma çata bilməyib. Arxasınca heç kəsin gəlmədiyini görüb, küçədəki həyətyanı sahəyə bıçağı, Dilarənin telefonunu və evin açarını atıb. Yola çıxıb taksi saxlatıb və müvəqqəti yaşadığı evə gedib. Əynindəki qana bulaşmış köynəyi və idman şalvarını çıxartıb, əvəzinə başqa paltarlar geyinib. Maştağa qəsəbəsində yaşayan bacısı ilə getmək istəyərkən yolda onu polis əməkdaşları tutublar. Polislərə törətdiyi cinayəti etiraf edib. Qapını bağladın, açıq qoydun. Yox, qapını örtdüm. Örtdüm, onu da örtdüm. Bəs həyətin açarını nereden götürdün qapını? Açar buradaydı, örtdüm. Haradaydı? Son üstündə. Buradan götürdün. Bəli. Maşına qoyduğun yeri göstərin, maşın harada dayanmışdı? Maşın burada dayanmışdı, arxası. Şimdi belə çəksin. Arxası burada dayanmışdı. Hə. Buradan koydum maşına, sürüyüb koydum maşına. Bağladım bagajı, getdim, qapını açdım. Maşını çıxartdım, koydum, qapını örtdüm, asarla bağladım, indim maşına. Siz maşına minəndə maşın təkərləri boş idi? Yox, baxmadım, ancaq boş durur. Mercedes markalı 363 nömrəli maşını harada vurmuşsunuz? Buradan yukarıdan sürətlə gəldim. Hə. Sürətlə gəldim oradan, saxlaya bilmədim.
Burada Mercedes, Telefon alın orada. hə, Mercedes gəlirdi, bilmirəm, yox, bundan öncə daha bərk gəlir. Bir daha göstərdi. Buradan, hə, buradan bizi oynadı. Getdi o, maşın dayandı, mən bizi oynadım. Sen devam edin. Devam edin. Maşını axırıncı harda saxladın? Maşını qabağa gəldim, bura. Ha? Gördüm ki, maşın getmir. Verdim tinni, vurdum bura qabağım. Yolu kesdim. Burada saxladın. Burada vurdunuz maşını? Qabağı değdi deyəsən bura. Divara. Hə, yüngül varı değdi. Hansı divara? Dey bura. Maşını belə gördüm ki, getmir, maşın dayanır. Polis əməkdaşı sizi qovdu. Bəli, düşdü dalımca, gəldi oradan, sonra qayıtdı. Bu yol boyu geldiğimiz yol boyu polis yol avtopatrol maşını sizi təqib eləyirdi də. Bəli, düz oradan buradan gəldi dalımca. Harda gizləndi? Buradan həyət var qabağda. Aha. Dönürsən, çıxdım Aha. asansından, telefon deyil. Aha. Sağı zadı attım ora. Hı -hı. Sonra gördüm sakitlik, oradan çıxdım, Üzoyana getdim. Hara getdi? Getdim, çıxdım yola, bir dənə maşına mindim, getdim öyle. Aldığım yerə, əynimi dəyişdim, çıxdım yola, yolda polis əməkdaşları çıxdım. Xancanov əlavə edib ki, Arzu Şuşalını və arvadını öldürməyə niyyəti olmayıb. Onun evinə cinayət törətmək üçün getməyib. Söhbət etmək istəyib. Sadəcə hadisələrin axarında özünü idarə edə bilməyib və hər ikisini vurub. Dilarənin boğazını kəsəndən sonra ölməsinə əmin olub. Buna görə onun əllərini yapışqanlı lentlə bağlamasına zərurət olmayıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Anar Şuşalı ifadəsində göstərib ki, atası təqaüdçü olsa da, peşəsi üzrə özəl klinikaların birində stomatoloq işləyib. İyulun 15-i axşam saatlarında mobil telefonuna zəng edən şəxs hadisə barədə ona məlumat verib və atasının yaşadığı bağ evinə gəlməsini deyib. Ora gələndə evdəki əşyaların dağıldığının şahidi olub. Sonra anasının əvvəllər gözətçilik edən İlqar Xancanov tərəfindən amansızlıqla öldürüldüyünü bilib. Müalicə aparılmasına baxmayaraq, həmin ilin oktyabr ayında atası da aldığı xəsarətlərdən vəfat edib. Məhkəmə prosesində İlqar Xancanov qəsdən adam öldürmə ittihamları ilə özünü qismən təqsirli bilib. Quldurluq maddəsi ilə özünü təqsirli hesab etməyib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib və məhkəmədən ona ağır cəza verilməsini xahiş edib. Məhkəmə İlqar Xancanovun Cinayət Məcəlləsinin 120.2.3-cü ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərər çəkmiş şəxsin özünü və ya yaxın qohumlarını qəsdən öldürmə, 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.7-ci 2 və ya daha çox şəxsi qəsdən öldürmə, 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, 120.2.11-ci quldurluqla əlaqədar qəsdən adam öldürmə, 181.3.2-ci və 3.3-cü quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə və zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə 185.2.4-cü avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və 228.4-cü qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətməsini, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edib. 2019-cu il mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1968-ci il təvəllüdlü İlqar Xancanov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.